neçə gündür davam edən yağıntılı hava şəraiti olaraq paytaxtın bəzi ərazilərində su basma halları müşahidə olunur. Biz hal-hazırda Sədərək bazarındayıq və gördüyünüz kimi burada da artıq demək olar ki, dizdən su var və bu ərazidə yerləşən mağazalarda suyun altında qalıblar və sahibkarlara məxsus olan bu avadanlıqlar, texnikalar da suyun altında qalaraq artıq yararsız vəziyyətə düşüblər. Saymırlar da insanlığı saymırlar. Bazar rəhbəri nə deyir? Bazarda biz görməmişik. Mən görməmişəm. Bilmirəm başqası görüb görmür. Mən görməmişəm. Neçə gündür belə davam edir? Bax bir həftədir. Biz bu azab çəkirik mən. Gəlsəydi bura görərdik də, o zaman hamısı görmüşdü. Bazen onu görməmişsiniz. Mən görməmişəm. O qədər belə danışıblar, xeyir yoxdur, xeyir verilməyib. Məsələ ilə bağlı Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimovla əlaqə saxladıq. Bəlkə yağışlardan sonra burada xeyli tədbirlər görülüb, müəyyən o fəsadlar törədib. Bütün qüvvələrimiz yenə cəlb olunub, ərazidə bütün qüvvələr çalışırlar, bütün canlı qüvvələr, texnika o suyu kənarlaşdırırlar. Təbii ki, müəyyən o fəsadlar törənir, müəyyən sahibkarların müəyyən o zərərlər də dəyir. Bunun da araşdırması gedəcək və təbii həmişə olduğu kimi biz sahibkarlara öz dəstəyimizi, köməyimizi əsirgəməmişik. Rəhbərlik həmişə müəyyən o fəsadlar törənəndə, müəyyən o zərərlər dəyəndə bu zərərləri aradan qaldırmaq üçün öz dəstəyini, köməyini əsirgəmir.